La noche de Ferdam de Fula. Ha? Siz kimsiz? Abracadabra! Bam, hamıya salam. Qarşınızda Salih Show və bugün siz tarixdəki ən böyük cadugar ova haqqında eşidəcəksiniz. Və niyə? Qonşulara güvənmək olmaz. 2024-cü il cadugarlar haqqında danışmaq üçün elə də yaxşı vaxt deyil. Amma bu, bizim bu haqda öyrənməyimizin qarşısını ala bilməz. Və budur, qarşınızda mən Salih, bu bölümdə cadugarlar üçün ən böyük Amerikan əfsanəsi olan Salem haqqında danışacağıq. Tarixin dərinliklərinə girmədən əvvəl bu haqda kənar saytlardan, kənar kanallardan, qulaqdan dolma şəklində bildiyimiz o kiçik əfsanəni danışacağıq. Cadugarlar üzərində ən məşhuru Yeni İngiltərədə Salem şəhərində olmuşdur. 1692-ci ildə 200-ə yaxın insan cadu etdiklərinə görə həbs edilmiş, onların 20-si isə edam olunmuşdur. Gənc qızlar əsl cadugarları tapmağa kömək edirdilər və özləri onların ölüm fərmanlarını verirdilər. Çünki onların sözlərinə görə bu insanlar onları şeytanın yolunu çəkmək istəyirdilər. Bu şəhər hələ də tarixi dəyər daşıyır və buna görə də ilk günkü kimi qorunub saxlanılır. İstəyən hər kəs bu ürkütücü şəhərə səyahət edə və o qorxunc anları yaşaya bilər. İndi siz qulaq asdınız və düşünürsünüz. Hə, həqiqətən də qorxuludur. Cadugarları tapırdılar və edam edirdilər. Məhkəmə özü onlara edam fərmanını verirdi. Bu haqda bir sürü film, oyun və seriallar var. Və həqiqətən də 17-ci əsr hakimlərin əl yazısı, şəxsi məktubları, bunlar hamısı hələ də qorunur. Məhkəmədə qızlar bir anda yerə yığılır və o anda qərar verilirdi. Onlar asılır və ya işgəncə verilirdi. Bunların hamısı faktlardır. Bəs görəsən, həqiqətən də insanlar cadugar idilər? Salem hər şeyin bir anda məhv olduğu Amerikan şəhəridir. Su çiçəyi epidemiyası, məhsullar yetişmir, qurallıqdır, dəhşətli şaxtalar, bunlar hamısı niyə bizim başımıza gəlir axı, deyirdi onlar. Əgər insanlar nəyisə izah edə bilmirlərsə, buna paranormal açıqlamalar tapırlar. Və əlbəttə ki, cavab tapdılar. Salemdə çox dindar insanlar yaşayırdı. Və təbii ki, onlar bunu Allahın bir sınağı olduğunu düşündülər. Harda Tanrı varsa, orada şeytan var. Əslində hər şey iki kiçik qızın özlərini çox qəribə aparması ilə başladı. Onlar qəribə şəkildə əyilirdilər, ağrıdan qışqırırdılar, kimsə ona dua oxuyanda isə qulaqlarını bağlayırdılar. Bunları əminəm ki, filmlərdə çox görmüsünüz. Filmlərdə buna bədənə şeytan girməsi deyirlər. Ну нахер. Отец. Bir müddət sonra bu hərəkətləri başqa bir qız da təkrarlamağa başladı. Bu qız şəhərdə söz sahibi olan insanlardan birinin qızı idi. Şəhərin hakimi William Griggs baş verənlərə baxdı, düşündü və dedi: "Artıq sözə ehtiyac yoxdur. Bu ruhun şeytan tərəfindən ələ keçirilməsinin simptomlarıdır. Sizə məsləhətim, bütün şəhərdə cadugarları axtarın. Mən nə dediyimi bilirəm, çünki mən həkiməm. Bizdə tibb artıq necə inkişaf edib, çünki biz artıq 15-ci əsrdə yaşamırıq." Mən həkimin axmaq olduğunu iddia etmirəm. Nəticədə 17-ci əsr idi və insanlar cadugarlara inanırdılar. Həm maraqlıdır, görəsən cadugarlığı nə ilə müalicə edirdilər? Deməli, bizə lazımdır yarasa bığı, biraz mənim saçımdan, biraz çimdik su, biraz mənfi 10 dərəcədə qaynatmaq və 5 dəqiqə əvvəl hazır olmalıydı. Nə eksikdir? Ceyran göz yaşı. Bəziləriniz hələ də bu dövrdə yaşadığı üçün özünü bədbəxt hiss eləyir. Mən gecə-gündüz yatıb Allaha dua eləyirəm ki, o dəliliyi olan dövrdə yaşamamışam. Nəysə, harda qalmışdım? Deməli, bu üç qız göstəriş verməyə başlayırlar. O və o cadugardır və bizə cadu ediblər. Demək olar ki, göstərdikləri bütün insanlar cəmiyyət tərəfindən sevilməyən insanlar idi. Biri kilsəyə getmirdi, biri kasıb idi, digər biri də kölə idi. Fantastik üçlü. Əla film çıxar bundan. Azərbaycan filmi. Ətrafda baş verənlər qızların xoşuna gəlməyə başladı. Və onlar sağa-sola insanları göstərməyə başladılar. 4 yaşlı balaca qız, hətta yatağından qalxa bilməyən qoca qadını belə. 4 yaşlı qıza necə məhkəmə edildiyini bilirsiniz? Belə. Etiraf et ki, sən cadugarsan və biz səni anava aparacağıq.
Təbii ki, balaca qız anasını istəyir. Buna görə də etiraf edirdi cadugar olduğunu və işi bitdi. Bu manipulyasiyaların davamı olaraq məhkəmə zamanı bu qızlar qıcolmalarla hərəkət edir, ağrıdan özlərini yerə atırdılar və qışqırmağa başladılar. Öldürün onları, onlar bizi öldürmək istəyirlər və həmin anda onlar edam olunurdular. Bu şəhərdə patriarxiat hökm sürürdü. Yəni qadınlar kişilərin tabeliyində idi. Amma gördüyümüz səhnədə onu görürük ki, balaca 3 dənə qız kişiləri əllərində oyuncaqla oynayırmış kimi idarə edirlər. Hər hansı artıq sual, qeyri-adi bir xal, geyimdə qeyri-adi bir atribut olan kimi edam edirdilər. Məhkəməyə belə çıxartmağa ehtiyac görmürdülər. İndi sizə bu məhkəmənin necə olduğunu kiçik bir təsvirini göstərəcəm. Etiraf et qızım, cadugar kimdir? Nə? Mən cadugar deyiləm. Əsas cadugar olmasan etiraf edərdim. Nə? Ona mən cadugaram. Özü etiraf elədi. Tutun o cadugarı. Zibil, tutdular məni. Nə? Tutdular məni? Mən cadugar deyiləm axı. İndi buna dəlil yetərsizliyi deyirlər. Təbii ki, 17-ci əsr dini xurafələr, insanlar qəribə şeylərə inanır. Hər şey çox pisdir. Bir şeylər baş verir ətrafda və təbii ki, bunun bir günahkarı olmalıdır. Bu şəhərdə John Proctor adında bir şəxs yaşayırdı. O, barmaqla sayılacaq qədər ağlı olan insanlardan biri idi. Ən başından bəri bunların heç birinin şeytan ələ keçirməsi olmadığını çox gözəl başa düşmüş. Hər zaman bu edamlara və əsas da şəhərdə baş verən bu qarma-qarışıqlığın çox əleyhinə idi. Onun qulluqçusu Mary Warren şəhərdə baş verən dəliliyə baxıb, onda da bir anda qıcolmalar yaranmağa başladı. Təbii ki, John bunların heç birinə inanmadığı üçün onu təhdid etməyə başladı. Bu dəqiqə elədiyin hər nədirsə kəs, yoxsa səni döyəcəm. Və sürpriz, bir anda bu qıcolmalar, bu ağrıdan qışqırmalar yoxa çıxdı. Bax, cadugar ola bilmədi. Bir gün heç kim yoxkən məhkəməyə gəlir və şəhərin yarıdan çoxunu cadugarlıqla günahlandırır. Həmçinin o sahibini də. Vay ifritə, hə? Bu şəkildə cadugar ola bilmədi, digər bir şəkildə cadugar oldu. Nəticədə olanların tərəfdaşı olmayan Johnu edam etdilər. Bununla yanaşı heç bir şeydə günahı olmayan 10 sakini də cəzalandırdılar. 17-ci əsrdə ədalət Azərbaycan seriallarından çıxma kimidir. Quşun qələdə ağzından sallanır. Hansı quşun ha? Yəni deyirəm quşlama da, bu boyda hokkey komandası var. Niyə rola girdilər? Niyə bütün hamını cəzalandırdılar? Məqsəd nə idi? Necə bu nöqtəyə gəldilər və necə sonra bu nöqtədən çıxdılar? Hamısı böyük bir sual altındadır. Bəlkə də qızlar əvvəlcə sadəcə əylənmək istədilər, sonunda nə olacağını bilmədən. Bəziləri həqiqətən qıc oldu, bəziləri sadəcə rola girdi. Bu şəkildə oyun yaratdılar, hansı ki nəticəsində bir sürü insan edam edildi. Əminəm ki, qızlar çox əyləniblər. Bundan əlavə onların başqa əyləncəsi yox idi. Salem puritanların yaşadığı bir yer idi. Onlar öz ciddiliyi ilə məşhur olan xalq idi. Uşaq oyuncaqları belə onlarda qadağan idi. Onu lazımsız olaraq görürdülər. Və nəticədə uşağın əlindən oyuncağını alsan, o əylənmək üçün başqa bir şey tapacaq. Və tapdılar da. Mən sənə seyr etdim. Yox, mən sənə seyr etdim. Mən səni məhkəməyə şikayət eləmişəm. Mən səni 2 saat əvvəl məhkəməyə şikayət eləmişəm. Və onlar indi səni tutmağa gəlirlər. Salimdə biz hər gün şənlənir və əylənirik. Zarafatlarımız da çox gülməli və əyləncəlidir. Bizim yanımıza gəlin. Bənzər bir əhvalat keşiş George Browson da başına gəldi. Onu borc verdiyi ailənin kiçik qızı cadugarlıqla günahlandırırdı. Əsas bu deyil. Onu təbii ki, heç bir dəlil, sübut olmadan edam etməyə götürürdülər. Və bu zaman dar ağacının altında möcüzə baş verdi. O, duanı başdan sona oxuya bildi. Deyəcəksiniz ki, indi burada möcüzəvi olan nə var? Möcüzə bunun orasındadır ki, məhkəmə şeytanla yoldaşlığı olanları, içinə şeytan girmiş olanların dua oxuya bilməyəcəyini deyirdi. Amma isə o tərsinə bütün duaları başdan sona oxumuşdu. Amma nəticədə onu yenə də edam etdilər. Nədir? Borc verdiyi ailənin kiçik qızı onu barmağı ilə göstərmişdi. Qubernator William Phips, hansı ki 1692-ci ildə bu məhkəməni açmışdı, bir il sonra məhkəməni bağladı və hər şeyin bir yanlış anlama olduğunu dedi. Sorry, səhv anlamışam. Digər hakimlər də insanlardan üzr istədi. Bir işdir də hamının başına gələ bilər. Nə var ki burada? Maksimum 100-200 insan olur da. Nə olar ki? Ah, necə də düşüncəli insanlardılar.
Öz səhvlərini başa düşük və üzr istədilər. Siz özünüz nə etdiyinizi bilirsiniz. Siz 20 insanı edam etmisiniz və 200-ünü cadugarlıqla günahlandırıb əzab vermisiniz. 1957-ci ildə Massachusetts rəsmi olaraq cadugar ovçusu və inkvizitor rolunu oynayan axmaqların yerinə üzr istədi. 1992-ci ildə isə bu cadu dolu oyundan vəfat edənlərin hər birinin adı qeyd olunan abidə quruldu. 2001-ci ildə isə qubernator rəsmi olaraq vəfat edən hər kəsin günahsız olduğunu elan etdi. Keşişi günahlandıran qız 1706-cı ildə onun günahsız olduğunu etiraf etdi. Şeytana uyduğunu və buna görə də əlavə 10 nəfəri də günahlandırdığını dedi. Hamı necə də sevimlidir. İnsanlar milçək kimi ölür, onlar isə üzr istəyir. Üzr istəmək üçün artıq gecdir. Bu qədər insan öldükdən sonra. Zaten 250 il keçdikdən sonra üzr istəməyin də bir mənası yoxdur. Heç olmasa 1711-ci ildə zərər çəkmişlərin ailəsinə kompensasiya ödəndi. Tarixçilərin və alimlərin fikri aynı yerdə toqquşdu. Onlar etiraf etdilər ki, bu eyni evdə yaşayan iki qızın fikri idi. Bu evdən çıxdı və axmaqlıq epidemiyası kimi bütün şəhərə yayıldı. Bəlkə də bu şey politika idi. Ya da qisas, kim bilir. Peter G. Grunt tərəfindən aparılan araşdırmalar zamanı bəzi şeylər gün işığına çıxdı. Yazılan bəyanların hər birini Thomas Putnam adında şəxs tərəfindən yazılmış və imzalanmışdı. O, məhkəmədə sekretar idi və çox gözəl bilirdi ki, bu insanları cadugarlıqla günahlandırıb edam etsə, onların bütün malı, dövləti məhkəmənin adına keçəcək. Jill Scurry adındakı şəxs olanların sonucunda nə baş verdiyini çox gözəl bilirdi. Ondan etiraf ala bilmədikdə, onun üzərinə ağır daşlar qoymağa başladılar. O, bütün var dövlətinin nəvələrinə qalmaq dəyirdi deyə daha çox ağırlıq qoymağını istədi ki, bu ağırlığın altında əzilib vəfat eləsin. Qızlardan birinin bu şəkildə qıc olmalarında xəstəlik günahkar idi. Huntington xəstəliyi və ya laterjik ensefaliya. Bu xəstəliklər zamanı insan şeytan tutmasına bənzəyən simptomları %100 göstərir. Qıc olmalar, gözlərin öz yerini dəyişməsi, anlaşılmayan sözlər və buna bənzər bir neçə başqa simptom. Həmin dövrlərdə həkimlər bu xəstəliyi necə müalicə edəcəklərini bilmirdilər. Onlar sadəcə şeytan çıxarma ritualı edirdilər ki, bu da təbii ki, heç bir işə yaramır. Bunlar çox qorxunc xəstəliklərdir. Təbii ki, Salimdəki bu qızlar xəstə deyildilər. Çünki onlar rahatlıqla istədikləri zaman qıc olmaları dayandıra bilir və lazım olan insanı barmaqları ilə göstərə bilirdilər. Nəticədə etiraf var. Bütün günahlandıranlar günahsız idilər. Və Salimdə indiyə qədər cadugarların yaşayıb yaşamadığı haqqında heç bir dəlil yoxdur. Əsl günahkar isə burada cadugarlar və ya şeytan deyil, insanların acgözlüyüdür. Onlar öz acgözlükləri və əylənmək istəklərinə görə onlarla insanı günahlandırdılar və edam etdilər. Bu isə təəssüf ki, ən qorxuncudur. İnsanların hər dediyinə inananlardan olmayın. Özünüz də araşdırın, həqiqətin lazımdırsa dibinə qədər gedin, amma hər deyilənə inanmayın. Və ümid edək ki, cadugar ovu yenidən yenilənməz. Sonda dediyim kimi videomu bəyənin və kanalıma abunə olun ki, mən daha da həvəslənim və daha maraqlı videolar çəkim sizin üçün. Mənə inanın, özünüz də araşdırın. Hələlik!